Mən bu günləri həqiqətən böyük fəxrlə, qürur hissindən bu gün bura gəlmişəm. Bu günləri Aşıq Ələsgərin anım günüdür. Burada bizim Göyçəlilər toplaşıbdır. Mən buna çox şadam. Bu günləri bizim Göyçə üçün, Göyçəlilər üçün yad eləyəcəyimiz, yəni Göyçəyə gedə bilmirik, yad eləyə bilmirik bir məkan var. O da Aşıq Ələsgər məkanıdır. Biz çox tez-tez gəlib buradan ziyarət eləməliyik ki, biz bunun, yəni Göyçənin niskilini Aşıq Ələsgərdən alaq. Mən hələ yadımdadır, Daşkənddə olan vaxt, deməli 1972-ci ildə Dədə Ələsgərin Baserkəçər rayonunda Ağkilsə kəndində 150 illik yubileyi keçirdi. Mən onda balaca uşaq idim. Mən də onda babamla getdim ora, amma çox təəssüflər olsun ki, izdiham o qədərdir, əhali o qədər çox idi ki, mən orada biz çox basa-basta yaxınlaşa bilmədik. Amma mən sizə deyim ki, orada elə o ermənilər özlərinin də çoxları o ziyarətə gəlmişlər, Dədə Ələsgəri ziyarət eləyirdilər.